İnnallaha Rabbi ve Rabbukum fa'buduhu hâzâ sıratun müstakîm. Şeyhülislam İbn Teymiyye rahimehullah öz əsərlərindən biri olan rəhbərlərə itaət məsələsi barədə yazılmış Es-Siyasatuş-Şər'iyyə fi İslahir-Ra'i və Ra'iyyə adlı əsərində gözəl bir şey buyurur. Deyir, qalı Şeyhülislam İbn Teymiyye rahimehullah, Şeyhülislam İbn Teymiyye belə demişdir. فَلَا بُدَّ لِلنَّاسِ مِنْ عِمَارَةٍ بَرًّا كَانَ الْعَمِرْ اَفَّجْعِرًا لَا بُدَّ مِنْ ذَلِكَ. İnsanlar üçün hökmən bir rəhbər olmalıdır. İstər salih, istər günahkar, hökmən olmalıdır. Niyə? Davamında niyəsini deyir. لِعَنَّ بِدْعُونِ ذَلِكَ لَا تَقْعُمُ الدُّنْيَا وَالدِّينَ. Çünki rəhbərsiz dünya və din işləri getməz, yürüməz. وَلِحَازَ الْيُقَالِ. Və buna görə Şeyhülislam İbn Teymiyyə rahimehullah belə deyib davamında. 60 sənətən min imamin cair əsləhu min leylətin vahidətin bilə imam. Diqqət edin. Deyir, 60 il zülümkar bir rəhbərlə keçən 60 il rəhbərsiz keçən bir gecədən daha xeyirlidir. Yəni Şeyhülislam İbn Teymiyyə özü zülümlər, əzablar görmüş insandır, adamdır. Allah rəhmət eləsin. O bizə bir nümunədir. Bu dediyi bir nümunədir ki, rəhbərə itaət etmək vacibdir. Günaha sövq etmədiyi təqdirdə. Velhamdülillahi Rabbil aləmin.